Salamlar, hər vaxtınız xeyir olsun. Necəsiz? İşləriniz necədir? Bundan əvvəlki videolarımızda əsasən eBay dropshippingə necə başlaya biləcəyinizi, sıfırdan sabit bir şəkildə sizə orta aylıq 1000-1200 dollarsa qazanc gətirə biləcək bir mağazamızı necə qura biləcəyimizi danışdıq. Açığı bu başlanğıc mərhələsi idi. Bundan sonraki mərhələ bunu avtomatlaşdırmaq və maksimum dərəcədə bizim az effortumuzu sərf eləyə biləcəyimiz bir şəkildə quraşdırıb o şəkildə irəliləməsini sağlamaqdır. Çünki əsl biznes, əsl bir girişim operasyonlara dayanır. Yəni əməliyyatlara dayanır və bu operasyonların, əməliyyatların başında yönetici olmasa belə, idarəçisi olmasa belə daimi bir şəkildə asta-asta templə böyüməlidir. Lakin bu operasyon da tam olaraq düzgün bir şəkildə qurulmalıdır. Bu əməliyyatın düzgün bir şəkildə qurulması üçün sizə konkret olaraq deyirəm ki, professional təcrübə lazımdır. Bu oxuyaraq öyrəniləcək bir şey deyil. Bunu sizə durub biri seminar kimi verəcək bir şey deyil. Bunu addım-ba-addım özünüz işləyə-işləyə öyrənməniz gərəkən bir şey lazımdır. eBay bu işin başlanğıc mərhələsidir. Hər zaman dediyim kimidir. eBay dropshipping içini 10 eləməkdir. Siz bazarda bəzən görə bilərsiniz ki, bəziləri danışır ki, eBay dropshippingdə iş yoxdur, pul yoxdur. Bacarmayan insanlar bunun haqqında belə danışa bilərlər. Açıq olaq, eBay bacarmaq sadəcə texniki bilik tələb eləmir. Mənəvi cəhətdən də güc tələb edir. eBay üçün sözün əsl mənasında davamlı intizama tab gətirə biləcək bir disiplin lazımdır. O disiplin də hamıda olmur. Ona görə də bəzi yox 80% insan burada çətinliklərlə qarşılaşa bilir. Amma çox geri qalan %20'lik pay sabit bir şəkildə artan gəlir yerinə sahib olmuş olur. Və ilkin başlanğıcda eBay ilə başladıkları üçün onlar minimum gündəlik olaraq 20-30 məhsul gözlərinin qarşısından keçir və artıq onlar bunu hər gün elədiyi üçün davamlı bir şəkildə satışlar alırlar. Aldıqları satışların da hansı məhsuldan olduğunu gördükdə həmin sektor üzrə gedib eyni məhsulun başqa versiyalarını, similar items deyirlər. Bunu elan kimi yaradırlar. Ondan sonra nə olur? Satışları 60-70 sipariş olur, 100-120 sipariş. Bu şəkildə həcmi artırırlar. Lakin əvvəldə dediyim kimi eBay dropshipping sürdürülə bilən bir iş modeli deyil. Ümumilikdə dropshipping sürdürülə bilən bir iş modeli deyil. Biz dropshippingi başlanğıc mərhələsi üçün istifadə edirik. Davam edən mərhələdə biz bu məhsulları topdan alıb ya gətirib anbarlarımızdan satırıq və ya birbaşa həmin ölkədə istehsalatçısını tapıb o şəkildə satışını eləyirik. Amma birinci növbədə çalışırıq ki, həmin məhsulun istehsalçısını tapaq. Tapmasaq topdan alıb gətirib satırıq. Yəni bu şəkildə işləyir. Üçbucaqla başlayır, alıcı, satıcı, tədarükçü alıcıya eyni şəkildə irəliləyir. Bundan haqqında da danışmışdım əvvəlki dərslərdə. Lakin tədarükçünün də araya girdiyi bir məsələdə artıq bu üçbucaq olur dördbucaq və daha ciddi bir iş olur. Daha professional ilerlənə biləcək bir mühit olur. Burada artıq siz onu 100, hətta 1000 qatı belə artıra bilirsiniz. Yəni bu konkret olaraq iş təcrübələrindən nəticələnən bir çıxışdır. Qətiyyən teoriyalara dayanan bir məsələ deyil. Çünki mən yeni başlayanlara hər zaman bunu tövsiyə edirəm. Öncə eBay-də başla. eBay-də başlamağın əsas səbəbi nədir? Giriş bariyerləri azdır. Bunu qoyduq kənara. Sizin e-ticarət haqqında ilkin biliyiniz olmadan Shopify ilə və ya Amazonla başlamağınız ciddi sərmayə etkisinə səbəb olacaq. Çünki Amazonda topdan arbitraj almalısınız. Shopify-da isə reklam üçün reklam xərcləməsi eləməlisiniz. O da olmasa organik olaraq məhsullarınızın reklamı üçün, daha doğrusu pazarlanması üçün o məhsullarla çəkilişlər eləməlisiniz, bunları planlamalısınız və bu şəkildə irəliləməlisiniz. Amma mənim bu gün ən əsas danışmaq istədiyim hissə e-ticarətin daha geniş və daha böyük, ölçəklendirilə bilən bir qismi olan operasyon qurulması, əməliyyat qurulması və bunun sabit bir şəkildə irəlilətdirilə bilməsidir. Yəni ya bunu daha da basitləşdirim, komanda qurulumu. Yəni sənə bu işə başlayarkən komanda quracaqsan və o komandanı qurarkən hansı elemanlara ehtiyacın var, hansı işçilərə ehtiyacın var və bu işçiləri necə təmin edəcəksən? Bunun haqqında sizə cızmaqara bir şəkildə göstərəcəm və bu danışdıqlarımın hamısını özüm necə birə-bir tətbiq edirəmsə, bu şəkildə irəlidədib göstərəcəm. eBay dropshippingdə bundan çox istifadə eləməyəcəksiniz. Çünki eBay dropshipping hal-hazırda Autodesk kimi, ZDN kimi, EasyNet kimi sürətli bir şəkildə avtomatlaşdıran rahat proqram təminatları var. Lakin mənim sizə hal-hazırda öyrətməyə başladığım bu pillə-pillə video dərslərdə siz Shopify dropshippingə başlamazdan əvvəl mindsetiniz necə olmalıdır, onlardan danışacağam. Burada biz kitabı ortasından oxumağa başlayacağıq. Çünki artıq biraz daha təcrübəli olduğunuzu və bəzi məsələləri açdığınızı fikirləşirəm. Ona görə mənim bu günlər sizinlə danışmaq istədiyim ümumi sadəcə e-ticarət sferasında yox, bütün biznes quruluşlarında hər hansısa bir yeni operasyona, yeni bir biznesə, yeni bir girişimə başladıqda komanda qurmaq üçün sizə nələr lazımdır? Hansı pozisiyaları müəyyənləşdirməlisiniz və həmin pozisiyalar üçün uyğun olan insanları necə müəyyənləşdirməlisiniz? Bunun haqqında danışacağam. Elə danışa-danışa gəlin keçək kompüterə. Burada mən sizə ən basitləşdirilmiş formada izah eləmək üçün bir qrafik çəkəcəm. Bu qrafik çox sadə bir qrafikdir. Daha doğrusu kvadrat da deyə bilərəm buna. Deməli bunu niyə çəkdim? Bu çox sadələşdirilmiş bir formada izah eləmək üçündür sizə. Burada gördüyünüz bu kvadratda 4 tərəf var. Yuxarı tərəfləri yaxşı bacardığınız hissələrə əhatə edir. Aşağı tərəfləri isə pis bacardığınız hissələrə əhatə edir. Bunu gələcəkdəki əməliyyatlarınızda görəcəksiniz ki, bütün operasyonların içində əvvəla deyirəm ki, yönetici kimdirsə ilk başlarda bütün operasyonlar qazanclılığa keçənə qədər özü olmalıdır. Çünki başlayan kimi bir işə maaş
başlı işçilər tutaraq başlamaq qeyri-realdır. Yəni bu hal-hazırda sıfırdan başlayan bir biznes üçün, girişim üçün uyğun deyil. Ən azından bizim olduğumuz bu e-ticarət sferasında. Ona görə ki, biz başladığımız anda yüz minlər, milyonlar axıdılmır işin içinə. Bir başlayırıq günlük 50 dollar, 100 dollar reklam xərcləməsi ilə. Sonra onların həcmlərini qaldırırıq 200, 300 dollar və günlük 1000, 1200 dollar. Bu şəkildə genişləndirdiyimiz müddətdə komandaya alımlar, gedirlər olur və o hissələrdən aiddir bu komanda qurulumu. Deməli, bizim başladıqda bəzi məsələlər olar ki, məsələn, pis bacarıram və çox vaxtımı alır. Bu hissə bizim ən birinci işçini götürəcəyimiz hissədir. Hansı ki, bizim həm pis bacardığımız, həm də çox vaxtımızı alan hissədir. Görürsüz, bu hissəni əhatə edir həmin hissə. Ora biz ən birinci işçi götürəcəyik. Bu məndə necədir məsələn? Mən editi heç də yaxşı bacarmıram və çox vaxtım alır. Ona görə mənim komandamda istisnasız olaraq daim olaraq birinci editor axtarışı var. Hər zaman mənim komandamda editorlar ən birinci vakansiya olaraq açılır. İkinci hissə isə nədir? Pis bacarıram eyni qaydada. Lakin az vaxtımı alır. İkinci hissədə bu hissəyə adam götürəcəm. Pis bacarıram, lakin az vaxtımı alır. Məsələn, buna content fikrinin planlandıqdan sonra çəkiliş olunmasıdır, copywriterların hazırlanmasıdır. Bunun kimi nümunələr ola bilər. Üçüncü ən vacib komandaya adam götürməm gərəkən hissə isə həm yaxşı bacarıram, lakin çox vaxtımı alır. Məsələn, satış hissəsi, müştərilərlə münasibət hissəsi. Bu hissədə ola bilər ki, mən üçüncü növbədə adam götürüm və buradan sonrasında artıq o idarə eləsin. Niyə bura üçüncü növbədə adam götürürəm? Çünki hansısa işi yaxşı bacarıram və çox vaxtımı alırsa, başlanğıcda sərmayəni toplayana qədər o hissədə rahatlıqla mən özüm idarəçiliyini apara bilərəm. Az vaxtımı alan hissəni də gətirəcəm, bu məsələyə danışacağam indi. Lakin üçüncü növbədə komandanıza almanız gerəkən pozisyon yaxşı bacardığınız, lakin çox vaxtınızı alan məsələlər olacaq. Və ən sonda isə çox vaxtınızı almır, az vaxtınızı alır. Lakin həm də yaxşı bacardığınız məsələlərdir. Məsələn, mağazanın SEO analizinin olunması və ya metriklərə baxılaraq iqtisadi statistikaların çıxarılması və ya ola bilər ki, reklam büdcəsinin planlanması. Bunu həm yaxşı bacarırsınız, lakin az vaxtınızı alır. Bu şəkildə ən sonda da həmin hissəyə adam götürərək tam belə bir operasyonu artıq özü öz başına genişləyə biləcək bir hala gətirmiş ola bilərsiniz. Necə oldu? Birinci, pis bacarıram, çox vaxtımı alır. İkinci, az vaxtımı alır, yenə pis bacarıram. Üçüncü, yaxşı bacarıram amma çox vaxtımı alır. Dördüncü isə həm yaxşı bacarıram, həm də az vaxtımı alır. Komanda quruluşu bu şəkildə olmalıdır. İndi siz buraları doldurarsınız məsələn, əvvəla iş bölgüsü yaradarsınız. Nə edirsiniz məsələn gündəlik olaraq? Shopify-da dropshipping eləyirsiniz və aktiv bir statusdan götürək rahat danışa bilək. Editlər eləməlisiniz, kontentlər planlamalısınız, copyrightlar hazırlamalısınız, məhsullara bundle və təkliflər yaratmalısınız. Bunların reklam nəzarətini eləməlisiniz. Pis reklamlar bağlanmalıdır və bunun kimi deyək bütün vəzifələri, gördüyünüz işləri yazdınız bura. Məsələn, vəzifə 1 bura yazdınız, vəzifə 2-ni bura yazdınız, 3-ü bura yazdınız, 4 bura və bla 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 getdi bu şəkildə. Sonra nə etdiniz? Bunların məsələn vəzifə 1 və 3-ü bir meta reklamlarından başa çıxan menecer tutdunuz və ona verdiniz. Sonra 2 və 4-ü bir SMM tutdunuz və işi öyrədib ona verdiniz və 6 və 7-ni belə payladınız və bunları da tamamladıqdan sonra nə edirsiniz? Bunları tam olaraq idarə edə biləcək bir CEO təyin edirsiniz və artıq o tamamilə bütün haqq hesabı sizə eləyir. Lakin bunlar işlərin ən yaxşı getdiyi anlara aiddir. Əgər balansınız kifayət qədər yoxdursa və kifayət qədər büdcə yerləşdirməyibsə də işinizə siz savaş meydanında şəxsən özünüz olmalısınız. Çünki bir ordunun komandanı müharibədə iştirak eləmirsə və ordu uduzursa, həmin müharibə çoxdan məğlub olunmuş deməkdir. Ona görə də mütləq bunlara diqqət edin. Hətta Azərbaycan tarixində belə bir qayda var idi ki, əgər ordusu müharibəyə gedən komandam ordusu məğlub olub özü sağ gəlsəydi, komandanın da boynunu vurardılar. Tam olaraq bütün operasyonu necə komanda quracağınızı və pozisiya yerləşdirəcəyinizi bir nevi öyrəndiniz açığı. Bu sizin üçün necə deyim, çox xırda bir video dərsi idi ki, məlumatınız olsun bu məsələ ilə bağlı. Çünki işlər burada bu şəkildə irəliləyir. Fikirləşə bilməzsiniz ki, siz orta aylıq milyon dövrü elədiyiniz bir markada bütün operasyonları tək başınıza apararsınız. Çünki bu heç də scalable, ölçəklənə bilən bir metod deyil. Əgər bütün işlər səndən asılıdırsa, sən özünə bir job, yəni ki, iş yaratmış olursan. Sən biznesmen deyilsən. Sən biznesmen olmaq üçün operasyonları özünə inkişaf eləyəcək bir hala gətirməlisən. Pul axını kvadrantın kitabında da deyildiyi kimi, sən sözün əsl mənasında biznesmen olmaq üçün o iş sən olmadan da böyüyə bilir bir iş olmalıdır. Videonu bura kimi izlədiyiniz üçün təşəkkür edirəm. Suallarınız, qaranlıq qalan hissələr və ya hər hansısa bir təklif və iradlarınızla bağlı şərhlər bölməsində fikirlərinizi paylaşa bilərsiniz. Bu mənim üçün çox maraqlıdır və hamısını çatdırdıqca oxumağa çalışıram. Hər birinizə bol-bol qazanclar və uğurlar arzulayıram. Sağ olun, salamat qalın.